Salam dəyərli izləyicilər, sizləri İnnovativ Təhsil Mərkəzinə xoş gördük. Mən mərkəzimizin riyaziyyat müəllimi Anar Həsənov. Bilirik ki, MİQ riyaziyyat imtahanlarına vaxt çox az qalıb və bunu düşünərək sizlər üçün çox əla, sürətli təkrarlardan ibarət bir layihəmiz başlayıb. Layihə də nədən ibarət olacaq? İnnovativ Təhsil Mərkəzinin YouTube kanalına daxil olaraq siz bizim sürətli təkrar dərslərimiz üzərində keçirilən qısa izahlar, qısa kəsim video izahlarına baxa bilərsiniz. Məsələn, ehtimaldan suallar var, birləşmələr nəzəriyyəsinə aid suallar var, yenə də həndəsizdən suallar var, kompleks ədədlərdir, inteqraldır və ən əsası, mən sizə burada bir şey göstərmək istəyirəm. Deməli, burada 2 dənə dərsi açıqda qoymuşam. Hər kəs izləyə bilir. Fikir verin, biri 1 saat 5 dəqiqədir, biri də 48 dəqiqədir, 49 dəqiqədir. Ora bir dərs həndəsədir, bir dərs də cəbirdir. Bu bizim sürətli təkrar dərslərimizdən bir nümunədir. Dərslərə daxil olaraq oradakı sual tipləri ilə tanış ola bilərsiniz. O dərslərdə MİQ imtahanlarına gələ biləcək orta və maraqlı sualların ən qısa və praktik üsullarla sizə həll üsulları öyrədiləcək. Sadəcə siz orada cavab tapmayacaqsınız. Siz oradakı mövzunu sualda verilən, həmin o sualın mövzusuna aid olan demək olar ki, ən kritik, ən maraqlı hissələrinin hamısının sürətli təkrarlarını görəcəksiniz. Deməli, imtahana qədər həftədə 5 və yaxud da 6 dəfə indi mən baxacağam. Sizlərə bu dərslərdən ibarət mənim video izahlarım göndəriləcək. Video izahların hər birində bəzən bir mövzu ümumən təkrar olunur, bəzən isə bir neçə mövzular birləşdirilib, orada sual tipləri ilə sizlərə dərslər keçirilir. Dərslərin keyfiyyətlərini elə bu videolara baxıb özünüz görə bilərsiniz. Və ən əsas da sizi məncə bu çox maraqlandırar. Sizlərin göndərdiyi suallardan ibarət həftədə 1 və yaxud da 2 dəfə bizim Zoom dərsimiz olacaq. Yəni sizlər suallar göndərəcəksiniz. Yalnız o suallar üzərində biz sual müzakirələri edib Zoom dərsi keçəcəyik. Bununla da bitmir. Deməli, mən tərəfindən kodlaşdırılıb yığılan sistemimiz var. Yəni İnnovativ Təhsil Mərkəzinin saytımız var, sistemimiz var. Sistemdə nələr var? Sistemə sayta daxil olub özünüz analiz edə bilərsiniz. Mən xüsusən sizi maraqlandıran hissəsindən danışmaq istəyirəm. Deməli, imtahan qruplarına daxil olacaqsınız burada. İmtahan qruplarına daxil olanda bizdə burada imtahan qruplarımız gələcək təbii ki. Ödənişli və ödənişsiz imtahan qruplarımız var. Nümunə üçün burada bir ödənişsiz sistem qrup yaratmışam. Daxil olarsınız, nümunə kimi yoxlayarsınız. Deməli, qrupa qoşulursunuz. Qrup nədən ibarətdir? Qrupda təbii ki, imtahanlar var. İmtahanlar mövzular üzrə ardıcıl sizlər üçün qurulacaq, yəni planlı şəkildə qurulacaq. Və ən əsası, gələr siz baxarsınız, ən əsası bir imtahanı keçmədən digər imtahan aktiv olmayacaq. Fikir verin, əlçatmaz yazılır. Yəni, bir imtahanı işləyirsiniz, suallarınıza cavablar tapırsınız, indi müzakirələrimiz var, Zoom dərslərimizdə müzakirələr gedəcək, onları öyrənirik, bitiririk. Sonra isə növbəti imtahana keçid edirsiniz. Çox rahatdır, yəni yenə də deyirəm, mən özüm riyaziyyat müəllimiyəm. Onu düşünüb bu sistemi kodlaşdırmışam ki, istifadəçi və yaxud da müəllim ən rahat şəkildə necə imtahan versin. Və mən bunu sizə deyim ki, siz MİQ və yaxud da sertifikasiya imtahanlarına gedəndə demək olar ki, belə bir ekran sizi qarşılayır. Fikir verin, suallar sağ tərəfdə fənlər üzrə bölünür, sol tərəfdə də təbii ki, siz suallarınızı seçib, suallarınıza cavab verə bilirsiniz. Məsələn, nədir? Riyaziyyatda mövzu inteqrala aid mən bir 10 dənə sual seçmişəm və ondan bir imtahan qurmuşam. Tutaq ki, A variantıdır. Baxın, buradan siz seçə bilirsiniz. İnteqrala aid suallardır. Bu nümunə üçün yaratmışam. Yəni, mən buradan cavablar seçirəm ki, sizə sistemi öyrədə bilir. Məsələn, bu imtahanı işlədiniz, vaxt da gedir. İmtahanı işləyəndən sonra imtahanı həm bitirirsiniz, həm də vaxtınız bitsə, onsuz da imtahan bitəcək və sizi nəticələr səhifəsinə göndərəcək. Nəticələr səhifəsində həm siz burada nəticənizin PDF-in yükləyib baxa bilirsiniz. Həm də statistika ilə aşağı düşür, bütün fənlər üzrə, neçə düz, neçə səhv yazır, sual tipləri üzrə, diaqramlar üzrə nəticələrinizə baxa bilirsiniz. Və ən əsası, baxın, burada səhv turunuz var. Səhv turu vuranda sizdə olan səhvlər burada gəlir. Özünüz yenə bir də analiz eləyə bilirsiniz. Telefonla giriş etsəniz, telefonla responsivliyi, yəni dizaynı mən düşünmüşəm, orada çox rahat görəcəksiniz.
İndi gəlin imtahanlar qrupuna qayıdaq yenə biz. İmtahanlar qrupuna qayıdanda fikir verin. Bir imtahan işlədiyimizə görə, baxın bir imtahan işlədim, nəticəm 0 imiş. Bir imtahan işlədiyimizə görə ikinci imtahan görə için aktiv oldu. Yəni birinci imtahanı işləməmiş, ikinci imtahanınız aktiv olmur. Birincini işləyirsiniz, çünki o mərhələli şəkildə qurulacaq. Məsələn, tutaq ki, sentyabrda mənim qruplarım olacaq, orada natural ədədlər olacaq, sonra gələcək tutaq ki, adi qonluq kəsir, sonra gələcək çoxluq, sonra gələcək faiz, belə deyim. Yəni bax, məntiqi anlayın. Sonra da ikinci imtahana yenə də daxil olacaqsınız. İkinci imtahanına da daxil olub, burada qeydiyyatdan keçirsiniz olsun, hamısı qeydiyyatdan keçir. Onu da deyim ki, sırf buradakı imtahanlar qrupa qoşulan müəllimlər üçün olacaq. İmtahan qruplarına qoşulan müəllimlər üçün olacaq və ən əsası da, yəni mən bunu bitirim. Və ən əsası da daxil olsanız bura, yenə, baxın fikir verin, o qrup yaradılıb burada. MİQ üzrə riyaziyyatdan sınavlar qrupu, gəlin daxil olaq. Burada başlıq nədir? İmtahan çərçivə sənətinə tam uyğun. Baxın, belə bizim hər gün artan imtahan siyahımız olacaq. Buradakı imtahanlar dəyişiləcək, mən nümunə üçün yaratmışam. Və bu ödənişli qrupdur. Həm bura siz buradan da daxil ola bilərsiniz. Kim istəsə daxil ola bilər, fikir verin. Nömrələrlə, WhatsApp-la da yaza bilirsiniz, zəng də eləyə bilirsiniz və əlaqə səhifəsi ilə də əlaqə səhifəsinə keçid edib, fikir versəniz burada sistem avtomatik qurur, yazacağı sözlər də qurur ki, məni filan qrupa qoşun. Bunu göndərirsiniz, bu mesajımız göndərilir. Menecerlər tərəfindən admin paneldən tam idarə olunur. İndi bizim sürətli təkrar dərslərimizə qoşulan bütün müəllimlərə biz bu imtahanlar qrupunda olan MİQ və sertifikasiya imtahanı bitdi, MİQ imtahanı üçün olan imtahanlar qrupunun ödənişli qrupuna da onları əlavə edəcəyik və həftədə 2 və yaxud da 3 dəfə siz orada bütün imtahan belə deyim, çərçivə sənətinə uyğun suallardan ibarət imtahanlar keçirdəcəksiniz. Həm bəzən kurukulum suallarından da ibarət imtahanınız olacaq, bəzən elə riyaziyyat və kurukulumda bir yerdə olacaq. Belə, əziz müəllimlər, sizlər üçün çox gözəl bir şərait yaradılıb. Xüsusən də baxın, sayır demək olar ki, imtahanda sizin qarşısına çıxan ekrandan tam uyğundur, vaxtı orada bölüşdürüb suallarınıza cavab verə bilərsiniz. Mən sualları yığanda vaxtı tam imtahan modelinə uyğun vaxt qururam və sualların səviyyələrini demək olar ki, imtahan modelinə uyğun tam qururam. Belə, müəllimlər, həm dərslərimizdən, sürətli təkrar dərslərimizdən istifadə edin, həm də imtahanlarımızdan istifadə edin, gözəl nəticə göstərin. Yəni, mən həm bura, belə deyim, riyaziyyat müəllimi olaraq video dərslərimdən, Zoom dərslərimdən ibarət sizin ən praktik üsullarla dərslər hazırlayacağım, həm də sistem tərəfindən də sırf belə deyək, həmin şəraiti, imtahan şəraitini sizlər üçün evinizə gətirdik. Sadəcə istifadə edin, xoş istifadə etmələr hər kəsə uğurlar.